Salam, hürmetiniz xeyirli olsun dəyərli izləyicilərimiz. Mağazamıza yepyeni daxil olmuş Milano Home firmasına aid olan sətin pakraval haqqında sizə məlumat verəcəm inşallah gördüyünüz kimi. Dəyərli izləyicilərimiz, belə əks çeşidləri bizim mağazamızda mövcuddur. Ünvanımız yerləşir Sədər Ticarət Mərkəzi Şirniyyat Bazar Sıra 17 mağaza 61 dəyərli izləyicilərimiz. Əlaqə nömrəsi 050 476 65 38 əlaqə saxlaya bilərsiniz. Dəyərli izləyicilərimiz, bu məhsullar hər rəng çeşidləri, hər ölçüdə bizim mağazamızda mövcuddur. Bunların ölçüləri evro ölçüslərində dəyərli izləyicilərimiz 2 nəfərlik taxtın, yəni taxt üçün olan pakravalların bunların ölçüləri 2.40-2.60 ölçüsü, yəni evro ölçüslərində, yəni tək nəfərliyin ölçüsü 1.70-2.30 olan bir məhsullar dəyərli izləyicilərimiz. Bunlar orijinal bir məhsullardır. Əsl bunlar yay fəsilləri üçün yəni istifadə olunacaq bir pakravallar dəyərli izləyicilərimiz. 2 balıq üçün yəni təmiz deluxe sətindən ibarətdir. Yəni orijinal bir məhsullardır. Patronda pon laboratodan istəyəniz kimi ya bilərsiniz, tikişləri gördüyünüz kimi sıx tikişlərlə təmiz türkündür dəyərli izləyicilərimiz. Patronda pon laboratodan ya bilərsiniz, tikişləri tökülməyən bir məhsullardır və insanı sərin saxlayan bir məhsullardır dəyərli izləyicilərimiz. Yəni yay üçün olan bir pakravallardır bunlar. Bunlar səhvdən gəzəcəklərimiz üçün dəyərli izləyicilərimiz endirimə düşübdür. Gördüyünüz kimi bunların tək nəfərin qiyməti olacaq 65 manat, 2 nəfərlik olacaq dəyərli izləyicilərimiz 85 manat sizlər üçün. Çox endirimə qoymuşuq dəyərli izləyicilərimiz bayram münasibətilə, yəni Ramazan ayı boyunca bunları endirimə qoymuşuq. Sizlər üçün tək nəfərlik 65 manat, 2 nəfərlik 85 manatdan elə bilərsiniz dəyərli izləyicilərimiz mağazamızda bunları. Mağazamız dediyim kimi yerləşir Sədər Ticarət Mərkəzi Şirniyyat Bazar Sıra 17 mağaza 61. Əlaqə nömrəmiz 050 476 65 38-də əlaqə saxlaya bilərsiniz dəyərli izləyicilərimiz. Dediyim kimi təmiz deluxe sətindir, rəngi çıxmayan, çirklənməyən bir məhsullardır ki, balıq üstündəndir. Sağ olun, salamat qalın.